Bu gün Bəxtiyar Vahabzadənin Vətəndaş şeirinin təhlilini keçirik. Lirik növdədir, heca vəznindədir. Şeirimiz 5 bənddən ibarətdir və hər misrada 11 heca var. Və adətən şagirdlərimiz 11 heca görən kimi, heca vəznində və 11 hecalı görən kimi hər misranı düşünürlər ki, bu qoşma janrındadır. Amma nəzərə almaq lazımdır ki, hər 11 hecalı olan şeirə biz qoşma janrı demirik. Çünki qoşma janrının özünəməxsus xüsusiyyətləri var. Onlardan biri təbii ki, qafiyə sistemidir. Vətəndaş şeirinin qafiyə sistemi ilə qoşmanın qafiyə sistemi uyğun gəlmir. Daha bir fərqi qoşma janrında biz bilirik ki, hər bənddə 4 misra var. Amma burada düzdür, 5 bənddən ibarətdir. Amma ilk bəndimiz 4 misralıdır. Amma digərləri isə 6 misralıdır. Bu da növbəti bir fərqdir. Növbəti fərqlərdən biri, qoşmada biz bilirik ki, sonuncu bənd möhürbənd sayılır. Amma burada isə möhürbənddən istifadə olunmayıb. Və ümumi yekun şəkildə desək, şeirimiz 11 belə deyək, hecalı olsa da, hər misrada 11 heca olsa da, amma qoşma janrında deyil. Şeirin hər bəndinin ilk misrası eynisi ilə təkrar olunur, eynidir. Vətəndaş, nə gözəl səslənir bu söz. Və təkrar olunan ifadə budur. Və bu ifadədə vətəndaş sözü bəzən şagirdlərimiz tərəfindən bədii xitab kimi, yəni müraciət kimi qeyd olunur. Amma nəzərə almaq lazım ki, burada bədii xitabdan istifadə olunmayıb. Yəni vətəndaş sözü bədii xitab kimi deyil. Yəni əsərin müəllifi vətəndaşa müraciətlə bu şeiri yazmayıb. Və bəs nədir bu vətəndaş sözü? Vətəndaş sözü qüvvətli, yadda saxlayaq, anaforadır. Yəni təkririn növündən biridir. Və sonuncu bənddə təkrar olunan gəldik sözü isə epifora sayılır. Əsər vətənə, vətəndaşlıq borcuna həsr olunub. Əsərdə hər hansı bir hadisə deyil və həmin hadisənin, hər hansı bir hadisənin şairdə yaratdığı təəssürat ifadə olunub. Biz bilirik ki, hadisələr sujetli əsərlərdə olur. Yəni, hər hansı bir hadisə verilirsə, bu əsərin sujetli əsərlərdir və daha çox epik növ sayılır. Ona görə burada hər hansı bir hadisə verilməyib. Sadəcə hadisənin şairdə yaratdığı təəssürat ifadə olunub. Şeirdə insanın vətənə olan vətəndaşlıq borcundan, vətən sevgisindən, vətənin əbədi olması fikrindən bəhs edilir. Vətənpərvər hisslər əks olunub şeirimizdə. Şairə görə vətən anadır, eyni vətənin övladları qardaşdır. Və gəldiyi əsərin, yəni şeirimizin bəndlər üzrə təhlilinə görə hər bənddə hansı məsələlər verilib. Bizim ilk bəndimizdə, əvvəldə qeyd apardığımıza görə, ilk bəndimiz 4 misradan ibarətdir. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni, bir vətənin övladıyıq biz. Anamız eynidir, qardaşıq demək. Mən sənə arxayam, sən mənə kömək. Burada biz bir vətənin övladı olduğumuz xatırlanır, anamızın eyni olduğu və qardaş olduğumuzu xatırlanır. Və mən sənə arxayam, sən də mənə köməksən olması xatırlanır. İkinci bəndimiz artıq 2-dən 5-ci bənddə daxil olmaqla hər bənddə 6 misradan istifadə olunub. Və ikinci bənddə biz iki cahanda bir ürək olduğumuzu, sən də mən də təklikdə heç olduğumuzun, gücsüz olduğumuzun,
Yalnız vətənə güvənib vətəndaş olduğumuz xatırlanır. Şair əmr şəklində hər bir vətəndaşın ayağına dəyən daşı ürəyimi qanatsın gərək deyə mənalandırır. Və şeirimiz ikinci bəndin şeiri belədir, belə səslənir. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni iki cahanda bir ürəyik biz. Gücsüzük, bir heçik, sən də, mən də tək. Vətənə güvənib olduq vətəndaş. Mənim ürəyimi qanatsın gərək, sənin dırnağına dəyən cırtma daş. Üçüncü bənddə verilən fikirlər bundan ibarətdir. Biz bir iqlimdə böyümüşük. Səni də, məni də böyüdən vətən sənə də, mənə də anadır. Yəni, hər birimizin, belə deyək, vətəni, hər birimizin ümumi bir vətəni var. Həmin vətən də ana vətəndir. Sən də, mən də vahid anamızın xoşbəxtliyinə cavabdehik. Və burada üçüncü bənddə verilən fikirlər bundan ibarətdir. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni, bir iqlimdə böyümüşük biz. Səni də, məni də böyüdən vətən. Sənə də anadır, mənə də ana. Sən də cavabdehsən, mən də hər zaman. Vahid anamızın xoşbəxtliyinə. Və keçək dördüncü bəndə. Dördüncü bənddə yenidən biz bir qaynaqdan su içmişik. O su qəlbimizdə coşdu, qaynadı. Eyni bir ad ilə bizi tanıtdı, vətənin ünvanı, vətənin adı. Bizə vəzifəmizi xatırlatdı. Yəni, buradakı olan fikir ondan ibarətdir ki, biz vətənlə tanımışıq. Vətənin ünvanı, vətənin də adı bizə öz vəzifəmiz də nədən ibarətdir? Vətəndaşlıq vəzifəsindən. Və bizə bu vəzifəmizi xatırlatdı. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni, bir qaynaqdan su içmişik biz. O su qəlbimizdə coşdu, qaynadı. Eyni bir ad ilə tanıtdı bizi. Vətənin ünvanı, vətənin adı. Bizə xatırlatdı vəzifəmizi. Beşinci bənddə biz insanların gedəri, müvəqqəti olduğumuza işarə edir müəllif, amma vətənin əbədi olduğuna işarə edir. İnsan öz vətənində qüvvətlidir. Şair bu dünyaya gəlmə səbəbimizin hətta nə olduğunu da deyir. Bu dünyaya yaradan, yəni vətən uğrunda ölməyə gəldiyimizi xatırladır. O bizi yaradan, bizim isə ona bəndə, yəni qul olduğumuzu xatırladır. Vətəndaş, nə gözəl səslənir bu söz. Vətən əbədidir, gedəriyik biz. İnsan qüvvətlidir öz vətənində. Bilirik dünyaya biz niyə gəldik. O bizi yaradan, biz ona bəndə. Yaradan uğrunda ölməyə gəldik. Şeirdə xoşbəxtlik naminə çalışmaq, hərənin öz vətənində güclü olması, vətənin əbədi olması, vətənin vahid anaya bənzədilməsi fikirləri əks olunmuşdur. Şeirdə həmvətənlər, yəni vətəndaşlar, bir-birinin ağrısına ürəkdən yanmalıdırlar. Yəni bu fikir də ifadə olunub. İnsan vətən qarşısında məsuliyyətini unutmamalıdır. İnsan təklikdə deyil, vətəninə məhz güvəndikdə vətəndaş olur. Vətən övladları bir-birinə arxa kömək olmalıdır. Kimi fikirlər öz əksini tapmışdır. Belə bir qeydimiz də var. Biz bilirik ki, Bəxtiyar Vahabzadənin bir çox əsərlərində azadlıq məsələsi önəmlidir, çox vurğulanıb, amma diqqətlə buna nəzərə alsaq, ümumiyyətlə şeirdə azadlıq məsələsi, azadlıq uğrunda döyüş məsələsi yoxdur. Buna xüsusi diqqət eləyək. Yəni, hər hansı bir azadlıqdan, hər hansı bir azadlıq uğrunda mücadilədən
heç bir söhbət getmir.